Aziz dostlar, biz ibadetin başlığında Allah'a dua elədik. Neye göre elədik? Rabbin adını niye çağırdı? Neye göre? Ki Rab bizimle olsun. Çünkü Rab dedi, harda 2 nefer, 3 nefer benim adıma yığışıbsa, ben onların ortasındayım. Benim adıma yığışıbsa, aziz dostlar, eğer siz bir gün ürəyində Rab'den gelmişsinizse, yani ciddi evden çıkanda gelmişsinizse ki bir gün Rab danışacak bizimle, bir gün Rab'le biz birlikte kardeş bacılarla ibadette olacak, Allah'ın sözüne kulak asacak ve ben diqqətli olacağım ki görüm Rab mənə bir gün ne diyecek. Çünkü bir hafta yaşamışam, o kadar hardasa qışqırmışam, hardasa ne eləmişəm, o kadar günah eləmişəm, belki de içeride haberim yoktur. Bir gün belki Rab beni diyer, yadıma getirer. Belki hardasa bir kusurum var, Rab beni açar. Ki ben hazır olum bulaq asıb ve Rabbin sözünü qəbul etmeye. Ve Rabbe dua eləmək ki, yani bu bağışlanma ibadettir bu aziz dostlar. Çünkü biz heç vaxtı kim akşam dua eləyəndə ne deyirsiniz siz akşam dua eləyəndə? Birinci ne deyirsiniz qardaş bacalar? Ha? Evet diz ki ya Rabbim sana minnettarım, şükür olsun sana minnettarım. Sonra ne deyirsiniz? Sonra diyorsun ya Rabbim sana minnettarım, bir gün ben günah işletmemişim, bir gün ben temiz müqəddəs hayat sürmüşüm, sana minnettarım. Kimse böyle dua eləyir? Ha? Niye yok? Biz ne diyorsunuz? Başımızı aşağı salırıq, deyir ya Rabbim. Kimisi yadına gelir ki hataydı semavatımız, bağışla beni. Ha? Bir gün ben ne kadar günah işlettim, fikrimde düşerimde kimisi incittim, hada sıkışkırdım. Bu bizim təbiətimizdir aziz dostlar. Bu təbiətdən biz hiç yere kaçabilmelik. Çünkü biz insanız. Ama Allah bize təzə təbiət verir. Ne vaxt verir? Burada ibadette çok olup evvel insanlar her bazar günü çıkırlar, tövbe edirlər. Ama onlar oradan durup çıkanda onların yüzlerine bakırdım. Onlar hele gelirdiler ki Kabuta parkta gezirler. Hele gelir ki tövbeye, böyle tövbeye gelmirler dostlar. Ve onlar yoktular, o kadar tövbeliyirdiler ki hiç kim yoktu. Çünkü hayatı değişilmir aziz dostlar. Çünkü ciddi Allah'ın sözüne, Allah'a karşı yanaşmırlar. Allah'la zarafat eləyirlər. Size bu söz elə belə görünməsin. Çok vakti biz zarafat veririk. Kimse uşaqlıqdan böyüyüb ibadet evde. Her şeyden haber var, hele de zarafat deyir. Yiyir, içir, gezir, uçur, keyflə çataram ne vaxtsa. Çatmazsın aziz dostum. Çünkü şeytan sana padnoşka verer, narahat olma. Çatmazsan, eğer sen öyle fikirleşirsense ve sen burada bicilik istifade edirsən. Allah'a karşı bicilik. İşte çokları dağıtır vakti, bir 20 ilden sonra tövbe eləyir. Sonra da bu her ne eləyibsə o 20 ilin içinde her şeyi biçir. Çünkü ekmirsən axı sen, biçirsən. Hiç vakti fikirleşmeyin ki siz Allah'a ihtiza edebilirsiniz. Yani ki Allah'ı aldırabilirsin. Hiç vakti olabilmez aziz dostlar. Neyi ekmişsense onu da biçeceksin aziz dostlar. Ona göre de yadımızdan çıkmasın. Rab bizim her bir adımızı, her bir sözümüzü, her bir fikrimizi, her həmçinin bizim ürəyimizi məndən de senden de yaxşı tanıyor. Belki şüphelənirsə tanımır. Aziz dostlar, bakın Yahya'nın müjdesinde 14. fəsildə 6. ayda Rab İsa bu sözləridir. Yani bunu mən dememişəm. Bunu hansısa ülkenin rehberi, hansısa bir reis bunu demeyeyim. Bunu bütün dünyanın reisi, göyde olan müqəddəs qüdrətli Allah deyib bu sözləri. Yani bu sözler Rabbin sözləridir. Görün ne diyor burada. Burada yazılıb ki, yani 5. ayette yazılıb ki, Fama ona deyir ki, ya Rabbim hardan bilirik biz? Harı
gedirsən və yolu biz hardan bilə bilərik? Əziz dostlar, həmin bu şagirdlər 3 il yarım Rəbblə olublar. Bunlar nədir? Yolu tanımırlar. Bunlar nədir? Rəbbi tanımırlar. Bunlar heç nə görməyiblər, yoxsa kör idilər. Neçə dənə ölünü Rəbb dirildibdir. Nə qədər körlərin gözlərini açıbdır. Kimlərsə dağda Rəbbin dəyişməsini görüb, Musa'nın, İlyas Peyğəmbəri görüblər. Bunlar nəyi görməyiblər, yəni nə görməliydilər? Bu insanları bizim anlaymışız, bilirsiniz, gec işləyir. Bilirsiniz, o bizim xeyrimizə, bizim düşüncəmiz, fikrimiz tez işləyir. Bizim xeyrimizə olanda biz yaxşı başa salırıq. Qardaş, sən düzləmişsən, belə eləmişsən, bizə çatanda. Amma başqası çatanda bir başa düşmürük. Olur hələ, olur əziz dostlar. Və burada əmin sualda verir, Rəbb ona cavab verir. Və yazılıb ki, İsa ona dedi, mənəm yol, mənəm yol, həqiqət və həyat da mənəm. Əziz dostlar, sözün dərinlisinə fikir verin. Və heç kim atamın yanına gələ bilməz. Mənim vasitəçim olmaz. İndi sən istəyirsən nə elə, istəyirsən dünya çövürsün belə. İstəyən dənə yox ola bilməz. Yox eşi, nə yol deyə o, nə deyə o, kimdir ki o. Mənim öz yolum var, mənim öz dinim var. Nə qədər istəyirsən de. Değişilen şey var. Yok. Allah'ın sözü, Allah'ın sözüdür. İsa dedi, yol da mənim, həqiqət də mənim, həyat da mənim. Mənsiz heç kim atanın yanına gələ bilməz. Əziz dostlar, inanırsınız bu sözü? Bəs niyə görə nə qədər vaxtı kimlərsə illərlə gəlir ibadətə, amma hələ də bu həqiqəti dərk eləməyiblər. Hələ də atana yanına gəlməyiblər. Öz ürəyini tam Allaha açmayıblar. Öz ürəyini Allaha tam verməyiblər. Əziz dostlar, ona görə də həyatda heç nə düz getmir. Hardaysa kimi gələn gözümüz yoxdur. Hardaysa gedirəm, özüm istəyən kimi yaşayıram. Hardaysa nəsə edirəm, gəlirəm ibadətdə oturam. Gözlərimlə iliyə belə otururam, baxıram. Saata baxıram, nə vaxt qutarar? Bu qardaş nə vaxt qutarar? Əziz dostlar, bax, belə olur. Həyat gedir amma kimsə ciddi yanaşmır Rəbbə qarşı. Başa düşürsə, bu bizik insanlar. Amma Rəbb deyir ki, mənəm yol. Sən həyatda çox yollar var. Çox da axtara bilərsən. Amma göyə aparan yol birdir. O da Rəbb İsa'dır. Başqa yol yoxdur. Kimsə deyə bilərmi ona? Yox, sən yalan danışırsan. Bir dəfə bir dənə adamla söhbət deyəndə, dindar adamdır, dedim ona qulaq as, qohum da olur. Onda deyirəm, hələ çıxır ki, ikisindən biri yalancıdır. Dedim, sən söylə çıxır ki, İsa yalancıdır. Yo, astagfirullah, Allah eləməsin, necə yəni o Peyğəmbər. Biz deyir, mən sənə onun sözlü deyirəm də, sən qəbul eləmirsən. Amma deyirsən ki, mən insanı qəbul deyirəm. Sən niyə özü aldadırsan? Deyirəm, qəbul eləmək nə deməkdir bilirsən? Qəbul eləyib o sözdən doğulmaq lazımdır. Və tabi olmaq lazımdır. Və onun sözünə yaşamaq lazımdır. Sən yaşayırsan sözünə, yox. Sən yeri gəlsə bir şeyi görən gözün yoxdur. Niyə deyirsən ki, mən onu qəbul eləyirəm? O qəbul eləmək deyil, əziz dostlar. Çox vaxtı biz bir sözü deyəndə fikirləşmirik. O sözün mənasını, dərisini fikirləşmirik. Rəbb deyir ki, öz kəlamında eşitməkdə iti olun. Danışmaqda yox, söz deməkdə yox. Söz deməkdə asta olun. Eşitməkdə iti olun. Çünki çox vaxtı necə olur əziz dostlar? Bir sözü deyirsən, sənə 5 dənə sözü deyir. Sən də deyirsən, qulaq asma. Sən deyirsən, heç bir xeyir yoxdur. Hələ qardaş bacılar da var. Sən nə deyirsiniz, qulaq asmırlar. Və həyatda da əziyyət çəkirlər. Bir şeyi başa düşməliyik ki, biz yol İsa Məsihdir. Və öz yollarından ondan qabaq İsa gəlməmiş. Yeremi Peyğəmbər vasitəsilə Allah belə sözlər dedi öz xalqına. İnsanlar, siz öz yollarınızda durun.
Demedi ha benim yolumda durun. Dedi öz yollarınızda durun. Bir dəqiqə yanında. Bir gün bazara gitme. Bir gün bütün işleri gör bir dəqiqə dur. Ve soruş ki, sorğuyla girən, xəbər al girən, köhnə qədmi yol hardadsa, yaxşı yol hardadsa ve o yolla gedin dedirəm. Cemaat ne dedi? Kimin yadındadır? Ne yapacaklar? Ne dediler insanlar? Dediler getmərik. Aziz dostlar, çok vakti bizim hayatımızda devre olur. Rəbb bize deyir ki, oğlum bu şeyi olmaz eləmək. Sen özünü mənim övladım kimi aparmırsan. Sen düzgün hareket eləmirsən. Madər ya, her şey yaxşıdır. Her şey yaxşıdır, əziz dostlar. Eğer İsa yoldursa, o yolla gitmək lazımdır. Çünkü İsa Məsih özü geldi bu yere. O həmin o yolu bize gösterdi. Belki göstermedi. Öz hayatıyla, öz əməllərinlə, öz hərəkətlərinlə, öz yaşamağıyla o bize gösterdi. Belki neyse yaddan çıktı. Her şeyi gösterdi. Biz şeye gidende, başımızı kırpmaya berberin yanına gidende, köhne vakti onlarda şekiller olurdular divarda. Yani ki baş kırpma şekilleri, hansı istiyorsan sen, yani numune var idi. Sen diyebilirdin ki bu numune ne benim başımı da kırk yine. Ve göğe de gitmek için Allah bize yolu da gönderin ve İsa'nı bir numune kimi bize, bir süret gibi bize gösterip ki biz ona oxşayaq, aziz dostlar. Yani öz hayatımızla zarafat eləməyin. Çünkü İsa Məsih yerde olanda da çoxlu adamlar, dindar adamlar idi. Allah'ın xalqından idi, kanunu bilirdilər, her şey bilirdilər, məbədləri var idi. Ama qulaq asmırdılar. Onlar ne vaxtsa deyirdilər, Peygamber deyəndə ki, bura sökülecek bu şehir, hamı qul gedecek, dağılacak, dava olacak. Düşmanlarımız bizi esir aparacak. Diler ne danışır sana, o ne danışır onun ağzını şeyle daşlıyor onu. Bunu dindarlar deyirlər. Ne danışırsa burada məbəd var. Məbədə güvenirlər ki burada bizde Allah'ın məbədi var. Ama vaxt geldi Allah ne dedi? Siz deyirsiniz burada məbəd var. Hiç ne olmayacak, hamısı yalandı. Ben size göstereyim ne olacak. O məbədi de sökerim. Hansı ki siz məbədin adını tutursunuz. Ama biraz da hiç kim siz hürmet eləmirsiniz bu məbədə. Çünkü məbəd üstünlüğü yoksa məbəddə yaşayan, məbədi dolduran, məbədi yaşayan Allah'tır. Allah dedi ben orada yaşayacağım. Ben öz adım orada olacak benim. Aziz dostlar, ibadete gelip şeylere bakmaya cemaat gelir çok vakti diyor. O böyle şeylere bakırlar, taşlara bakırlar, ne geçen içeride, ne bileyim kızıllara bakırlar, bir de ne yaxşıdır, ne geçekti. Allah buna bakmır. Allah bizim ürəklərimize bakır. Ürəklərimizde ne baş verirse ona bakır. Allah o lazım değil. Eğer bir harda 2-3 nefer benim adıma yığışırsa, demedi, məbədlərdə, yaxşı qəşəng, belə gözəl məbədlərdə, yox, Rəbb harda yığışıbsa, sen meşede de yığışa bilərsən 3 nefer Rəbbin adına, her yerde dünyanın, gemide de, evde de, her yerde, çadırda da, hardırsan. Ama sen Rəbbin adını dizbi çökürsense 2-3 nefer, Rəbbdir, mən oradayım. Bir de uşaq atasına sual verir ki, en büyük yani cemiyet ne boydadır? Yani cemiyette ne kadar insan olmalı? Uşaqdır da. Atası da açır kelamı, oxuyur ona. Bir oğlum, bana burada yazılıb ki, harda 2-3 nefer benim adıma yığışırsa, ben oradayım. Bundan büyük cemiyet yoktur. Başa düşdünüz? Əsas məqsəd nədir? Yəni harda o varsa, minlərlə, 2000 minlərlə, 3000lərlə cemaat yığılırlar stadionlara. Böyük ibadətlər gedir, hamı hoppanır, şadlanır, çıxırlar, yüzlərlə tövbə edirlər, amma heç kimi cəmiyyətdə yoxdur. Ya Allah'ın ardınca getmirlər. Rəbb deyir, harda 2-3 nəfər mənim adıma yığışırlarsa, mən oradayım.
Bir gün bir şükür Allah 3 neferden çok. Düzdür? Bir başta zal dolu. Rəbb buradadır yoksa yok. Şimdi biraz ciddi ola aziz dostlar. Rəbb buradadır. Peki kimse görmüyor onu. Rəbb buradadır. Ve Rəbb bir gün bizimle öz kəlam vasitəsilə herkesin ürəyindən danışır. Ve Rəbb həmin o sözü bize de deyir. Ey insanlar, ey evladlarım, ey gelenler, öz yollarında dayanın. Yazıksınız, dayanın öz yollarında. Siz bilmirsiniz ne edirsiniz, nece yaşayırsınız, neyle meşgulsunuz. Dayanın öz yollarınızda. Dayanın, bir soruşun, bir haber alın. Köhne, qədimi yol hardadsa Allah'ım. Ve hemin o yolla gedin. Ürəklərinizi rahatlıq taparsınız. Hemin onlar diyen kimi demeyin yok getmənəm. Fikirləş gidin aziz dostum. Bir hayatı yokluğa giden, bir düşün giden, bir fikirləş giden, bir kalama oku giden. Gör Rəbb nedir ve sen ne edirsən. Bir özüne fikir ver. Biraz ciddi ol. Allah'a karşı ciddi olman lazım. Zarafatı evde uşaqla eləyərsən, yoldaşınla eləyərsən, dostunla eləyərsən. Allah'la oyun oynama aziz dostum. Çünkü o oyunun ahırı pis tutaracak. Bilirsiniz necə tutarır? 3 tane adama birine 5 dinar, birine 2, birine de 1 dinar verir ağa ve dirmen gelince işimizi görün. Gedir. 5 olan işini görür, 2 olan işini görür. Öbürsü bir tane olan aparır, gizledir onu. Edir. Gizledir, aparır yerin altında. Sonra ağa qayıdır ve çağırır kullarını. O der ağa 5 tane vermiştin, buyur 10 tane. 10 əvəzinə 5 tane. Der canın sağ olsun. Yaxşı, gözəl qulum. Get 10 şəhərə, ağalıq elə. Öbürsü geldir ağa sen 2 tane verdin yerine de 2 tane getirdin. Lap yaxşı. Sen de benim yaxşı qolumsan. Git sen de 4 tane 5 tane şəhərə ağalıq elə. Öbürsü gelir. Görün sözlerine yaxşı fikir verin. Belki kimse biz ona oxşuyuruq həmin o qula. Gelir onu çıxardıb oradan getirir deyir. Mən bilirdim ki sen qəddarsan. Ve özününkini götürecekse onu göre ben bunu qaytarırım sana, gizlettim ki seninkini sana qaytarım. Aziz da təsəvvür edirsiniz. Ben bilirdim ki sen qəddarsan. Hiç de demir ona ağa. Deyir, axı sen bilirdin ben. Geleceğim, götüreceğim qəddarım, bilirdin. Beş neye göre sen korkmadın ve hemin ben sana vereni onu sen işe bırakmadın ki onun yerine de yine de üstüne gelsin. Aziz dostlar orada hemin o şey söhbəti gelmiyor. Orada ruhani söhbət gedir. Hemin o kul hiç dinlemeyip Allah için. O Allah vereni gedib cemaate danışmıyor. Hiç kimi xilasa getirip, hiç kimi tövbeye getirmeyip. Hiç evdekilerin de haberi yoktu ki bu imanlıdır. Bu öz için yaşayıp. Ha sonra da gel derler sen bana bunu vermişsin seni qaytarırım. Üstelik sen öyle qəddardırsın. Aziz dostlar. Ama kimlərsə gidib əziyyət çəkiblər. Rəbbin adından dustaq olublar. Harlardasa gediblər. Sibirlərə, cemaate danışıblar. Ne kadar adamı xilas ediblər. Bu söhbət deməkdir bu. Ama kimsə gələ ibadətə, gedə, öz üçün yaşaya. Heç sinirlənməyib, gizlədib, sonra da getirib qaytarır. Sizin hoşunuza gələr belə qul? Ha? Kimin hoşuna gələr belə qul? Böyle sizə deyirəm. Kimin hoşuna gələrsə deyin. Hiç kimin hoşuna gelmir. Allah'ın hoşuna gelir. Bütün hayatı o yaşayıp da kul Allah'ın elinin altında. Allah ona hayatta ne kadar rəhimliyib, kömək eləyib, gelip çatıp şeye Allah'ın huzuruna. Bunu Rəbb eləyib, məhv onu, ne bileyim başına oyun açmayıp. Görürsünüz necə? Rəbb rəhimlidir aziz dostlar. Ve David peygamber deyir, ya Rəbb deyir, eğer senin rəhmin olmasaydı, sen olmasaydın, biz sağ qalmazdı. Senin rəhmine göre biz yaşayırıq. Əziz dostlar, ona göre Rəbb bize yol gösterib. Allah bize yol verib. O yol da İsa Məsihdir.
Və gəlin baxaq, həmin yolu İsa Məsih nələr gedibsə, evdə yaxşıca oxuyun, dərk edin, kəlamı oxuyun. Çox vaxtı oxumursunuz. Əziz dostlar, kəlamı bilmirsiniz. Ona görə də Rəbbin ardınca gedə bilmirsiniz. Bir günün içində, şəhərdən axşamacan, nə qədər telefonu əlinizdə tutursunuz? Ha? Nə qədər tutursunuz, əziz dostlar? Və Allahın kəlamını nə qədər tutursunuz? Cavab verməyin. Özünüz fikirləşin. Yəni Allah görür də mən nə qədər telefonla oynayıram gündə, telefona baxıram, nə qədər Allahın sözünlə məşğulam, nə qədər Allahın işinə məşğulam, ya öz işinə məşğulam, hər şey bilir. Siz özünüz fikirləşin. Nəyi ən çox siz öz saatını, vaxtınızı yönləyirsinizsə, o sizin bütünüzdür. Siz həmin şeyi çox sevirsiniz. Siz bunu düz başa düşünərsiniz dostlar. Nəyin üstünə biz öz çox şeyi bizi fikir veşirik, həmin şeyi biz çox sevirik. Amma Allah dedi, bütün ürəyinlə, qəlbinlə, öz həyatınla məni sevgilən. Allahı sevməsən, sən ona qulluq edə bilməzsən. Allahı sevməsən, sən onun sözünü də oxuya bilməyəcəksən, ya başa da düşməyəcəksən. Əziz dostlar, bu Allahın həqiqətidir. Yol odur. Sonra Rəbb deyir ki, həqiqət də məndir. Çoxu cəmiyyətdə nə eləyirlər? Haqq axtarırlar. Yoxsa elə deyil. Sən deyir, haqsızlıq edirsən. Bəs sən nə eləyirsən? Çoxu deyir, haqq yoxdur orada. Olur hələ. Hələ sözlər də eşidirik. Məhəbbət yoxdur. Dostum, biraz Rəbb deyən kimi dur günən öz yolunda. Çünki sözünə fikir ver. Cəmiyyət sənin deyil. Cəmiyyəti Allah yaradıb və Allah yazılıb məhəbbətdir, dostum. Biraz çaşma. Çünki sabah həmin bu sözüvə görə cavab verəcəksən Allah. Əgər səndə özündə yoxdursa o məhəbbət, bu başqa məsələdir. Başa düşürsünüz, biz çox vaxtı dua eləyəndə duamıza da fikir verməyik. Kiməsə qarşı duanı eləmək lazım deyil. Ya Rəbb, cəmiyyətdə məhəbbət yoxdur. Belə dualar da olub, eşitmişəm. Dinamay qardaş, bacı buraya gəl. Sən Allahın yanında durmusan, onu sağ əlisən, yoxsa onun bütün işlərini aparansan, ürəkləri görənsən, cəmiyyətdə məhəbbət yox. Sən necə olub ki, sən Allaha tutarız ki, ya Rəbb, cəmiyyətdə məhəbbət yoxdur. Bəlkə sənin ürəyində yoxdur. Bəlkə sənin ürəyin düz deyil Allahın qarşısında. Niyəsə biz özümüzə qarşı çox belə, özünə qarşı çox ciddi olmaq lazımdır. Öz bədəninə qarşı o bədənə qalib gəlmək lazımdır. O etirazlar mənə qalib gəlməli deyil, mən onlara qalib gəlməliyəm. Çünki həqiqətdir Allah. Odur həqiqət, Rəbdir. Həqiqətən sizə deyirəm. Bu sözləri bir dənə Peyğəmbəri heç kim deməyib. Mən sizə deyirəm, həqiqətən. Nə bəxtiyardır sülhpərvərlər. Çünki onlar, Allah onlara rəhm edəcək. Nə bəxtiyardır sülhpərvərlər. Əziz dostlar, bir özünə sual ver. Sən sülhpərvərsən, yoxsa yox? Çünki həqiqət Allahdır, mən deyiləm, sən deyilsən. Kimdənsə haqqı tələb eləmək düzgün deyil. Çünki mən özüm haqsızlıq edirəm. Mən deyilirəm, sən deyilirsən. Bəlkə elə deyil. Haqq Allahdır, yadımızda saxlayın. Eğer Allah öz haqqıdan bizə qarşı rəftar eləsəydi, biz burada bir də nəfər qalmazdıq. David Peyğəmbərə gəlib, Nafan Peyğəmbər deyir, 3 dənə cəzadan seçkinən. David nə dedi? Dedi, mən Rəbbin əlinə düşüm. İnsanın əlinə yox, ya Rəbbim. Allah eləməsin, insanın əlinə düşsün. Allah eləməsin. Çünki o qədər görmüşəm ki, həyatımda. İmanlıya da qarşı. Allah eləməsin. David deyir, ya Rəbb, sənin əlinə düşüm. Niyə? Çünki sən rəhimlisən. Cəza versən də, nə eləsən də, atasan, rəhimlisən, sən məni rəhim eləyərsən. Xutararsan məni. Amma insanın əlinə düşsən, çətin xutararsan ondan. Bir dəfə qardaş çıxır yenə cəmiyyətin qabağını deyir, qardaş bacılar, məni bağışlayın. Nə demək lazımdır o vaxtı?
Ha kardeş bacım. Necə fikirləşirsiniz kardeşler? Allah bağışlasın. Bu iş nəlidir? Allah bağışlasın. Kardeşdir, əziz kardeş bacılarım. Allah məni çoxdan bağışlayıb, siz məni bağışlayın. Gülürük, amma elədir. Heç kim demir ki, bağışlayıram kardeş. Ama kimse bağışlayıb, o siz demək lazımdır. Bir kimse o şey incimir bundan. Əziz dostlar, çox Allah bağışlasın. Allah bağışlasın. Belki sənin sözünlə də Allah bağışlayır. Əziz dostlar, Allah bizi bağışlayır. Biz bir-birimizi bağışlamasaq, əziz dostlar, kəlamı yaxşı oxumaq lazımdır. Diqqətli olmaq lazımdır. Heç vaxtı özünə güvənməklə. Burada bir pasportun stol var idi. Mən sənədim düzəlməli idi. Getmişəm, gedirəm, gəlirəm. Bu da məni, yaxşı, sabah gəlim, üç gün gəl. Mən də fikirləşirəm bu. Niyə? Bir gün getdim, şeyi götürməliydim, şəkillə köynə. Mənə verir belə, deyir, çox özümə güvənmə. Həmin rəis dedi, çox özümə güvənmə. Deyirəm, mən özümə güvənmirəm, Allaha güvənirəm. Sonra mən başa düşdüm, yaxın, mən bunu verməliyim də buna. Mən demədi verməyəcəm, düzət pasportu vereyim də. Amma qarsız qabaqcadan verməyirəm. Sonra mən baş fikir var, bu gedir. Ay Allah deyirəm, bu niyə mənə belə oynadır axı? Hər şey düzəlib, baxı, burada vermək lazımdır. Bu da git gəl məni salır. Özüm də işləmişəm, nə vaxt, mən niyə oynadım? Sonra fikir gəldi, ki, git verdi onu. Getdim həmin şeyə, 3 şirvanda saldım o vaxtı. Verdim, açdı. Düzəlib, budur, sənə düzəlib. Getirib, mübarək olsun. Əziz dostlar, sonra da Rəbb deyir ki, həyat da mənəm. Çoxları deyir ki, çoxları imanlılar qorxurlar ölümdən, əziz dostlar. Qorxurlar, ölümdən imanlı qorxmalı deyil. Eğer imanlı ölümdən qorxursa, nəsə onun Allahla düz deyil. İsa Məsih dedi ki, mənə iman edir. Ölümdən hara keçdi? Həyata keçdi, əziz dostlar. Həyata keçdi. Ona göre koy Allah bize xeyir dua verək. Biz bir gün ciddi olaq, biz fikirləşək. Çünkü Rəbb ne kadar burada bize meseleler var. Mahtanın müjdesinde Rəbb deyir, diz üstə duranda, dua eləyəndə, eğer yadıva gəlibsə, kiməsə qarşısan, Rəbb deyir bağışla. Eğer kimisə sen bağışlamamışsansa, ürəyində kiməsə qarşı neyse varsa, senin o duaların, qurbanlarının xeyri yoktur əziz dostum. Bunu biz düz başa düşməliyik. Çünkü Rəbb özü bizi hamını bağışlayır. Yoksa bağışlamır. Gündə deyirsə, ya Rəbbim mənə rəhim elə. Rəhim eləyir, eləyir. Bağışla məni. Bağışlayır, bağışlayır. Biz de öz evladlarımızı bağışlayır. Ona göre əziz dostlar, koy bize Allah xeyir dua versin. Çünkü yol, həqiqət, həyat İsa Məsihdir, Rəbbdir. Bunu biz düz, dərindən düzgün başa düşək və ciddi olaq əziz dostlar. Çünkü vaxt gələcək, biz Allah'ın qarşısında duracağız. Ve bütün bizim əməllərimizə, sözlərimizə, bize boş həyatımıza göre ona cevap verecek. Hele ki Allah'ın rəhimli yolu var əziz dostlar. Bir gün o elinden belki yapışaq. Ne bize mişatlıq eləyirsə, biz tövbə eləyək. Rəbbə açaq bunu, Rəbbə ürəyin içindən deyək. Düzünü deyək əziz dostlar. Birbirimizi aldada bilərik. Amma Rəbbi aldada bilmərik. Ona göre hele ki biz yaşayırıq, nəfəsimizi alırıq. Bu hayatta gözlərimizlərə bağlanmayıb, vaxtımız var. Ona göre qoy Allah bize xeyir dua versin. Biz bu saat dua edirik. Ve öz ürəyini dərindən Rəbbə açıb Allah tərəfə dönək. Ve Allah tərəfə dönüb onun ardınca gedək. Tövbə edib yəni öz yolunla yox. 180 gradus Allah qarşı aylanıb ve Rəbbin ardınca gedək. Qoy bize Allah xeyir dua versin ve onun adı uca olsun. Amin.